Bugün Mercedeslerin günüdür dostlar. Gəlmişik yenə də kasıb qardaşlarımızı sevindirək. Allah bazar versin deyirik. Hər nə satırsınız, hər nə bazara çıxartmışsınız. Əsas odur, niyyətiniz bilirəm, satmaqdır. Buradan nə məsələdir? İndi kim alır, kim satır? Satan olur, satan. Həsən. Hə. Dedin ama şunu dedin ha. Neçənci ildir deyil? Satırım. Satırsınız, hamınız satırsınız. Alıcı çox zəif. Bir deyin görək hansı maşınlarda təklif eləyək alıcılarımıza? Maşın Seşka, Firqonlu və Dörtgöz Firqonlu. Hardan gəlmişsiniz bazara? Biləsuvar rayonundan. Bakıdan? Biləsuvar rayonundan. Biləsuvar. Biləsuvardan gəlib, hər ikiniz də Biləsuvardan Bəli, hər gəlmişsiniz. ikimiz də Biləsuvarlıyıq. Nə qədər sayırlar, siz satmırsınız? Razılaşmırsınız daha doğrusu. 9-a verirəm, ya alıcı çox zəifdir. Neçənci ildir bir məlumat verək, bəlkə alıcılarımız baxdı, maraqlandı. İli 97, 1.8 mexanika. Hər şey işlək vəziyyətdə, bütün funksiyaları işlək vəziyyətdə. Damı çiçək kimi, üzərində İçi, diski, salonu. təkər. Təkərlərinə qədər, baxın, maşın sahibi yeniləyib ki, alan adam aparıb rahat sürsün. Maşın tam ideal vəziyyətdədir. Kondisioneri, hər şey işlək Vaz vəziyyətdə. qiymətinə deyirsiniz Bəli, də, belə bəli, vaz deyək. qiymətinə. Yekun bir qiymət deyək, bu maşını sataq. Yekun qiymət 8.5. 8500. Son Bir- qiymətdir. Bir Peçat 07 qiymətinə belə bir geniş Mercedes. İşte təkərlər yenidir, amortizator sistemi dəyişilibdir. Digər maşın da hansıdır? Mercedes 4 faranın furqonu. Firqonludur. Əsl çörək qazanmaq üçün deyəcəklər ki, necə çörək qazanaq? Yəni istəyən oğul qazanır. Bəli, bəli. Siz necə qazana bilmisiniz? Düzdür, qazanmışam. Harda işləyirsiniz? Necə qazanırsınız? Ya satırsınız da vidalaşırsınız maşınla. İmkansızlıqdan satıram. pula Allah ehtiyacım səbir var. versin. Çox sağ olun. Başqa minnətdaram. maşına keçmək niyyətindəsiniz yoxsa? Yox, hələ ki yox. Keçmək Pul lazımdır. niyyətlidir. Bəli, bəli. Belə. Bu maşın haqqında məlumat verək. Bu da qəşəng görsənir. Gəlin, gəlin. Dəri oturacaqlardır, sürətlər qutusu avtomatdır, kondisionerli. Hə, deyin görək, neçənci ildir? 98'dir bu. Neçədir? Ay maşın sahibi. Hə, 98. Neçə edirsiniz? 11.6. 11.600. Neçə motordur? Dizeldir. Dizel motorla bir dənə də belə bir 4 fara furqonu çıxıb. Kimə maraqlı olursa bu maşınlar, buyurun müraciət eləyin, köməklik göstərək. Bugün kasıb qardaşlarımızla düşünürəm, hansı ki o manat toplayıb qəpik ki 20 üstünə 20 də qoyum. Gedim özümə bir araba alım, haraba. Qaqam, yaxına gəl bir dənə qadağım. Bir dənə 05-ə yol belə keçsin. Keç mənim qaqam, Efir, keç. efir. Əla. Deməli dostlar, biz kameramanımız Malyariya olur. Yəni Necə? Nə olub? Malyariya tutsun. Yəni üzrlüsən bu ifadəmə görə. Ona görə biz maşın sahiblərinə, avtomobil sahiblərinə xahiş edirik. Bizi çəkirlər hal-hazırda. Ona görə qüsura baxmayın. Ola bilər effektə əlinizə Ay, sağ ol. əsir, titrəmə olur. Bu Effektə baxmayın. maşınların dövrü olub. Zəhmət Bəli. olmasa operatorluq edən şəxslər yaxınlaşın bu maşını göstərin. Özü də Sağ olun, yəni sağ deyir olun, ki, büdcəm yəni budur. Mən bu maşını almışdım. Məndən ucuz Bəzi olduq qulluqlar istəyirlər. eləmisiniz də. Necə? Evroşit qoyulub sonradan. Nə çətinliyi var? Oturacaqlar 15. Oturacaqlar 0.15-ə aiddir. Bəli, bir dənə Ümumi gəlsə göstərək. Ay Vüsal. açılmır yoxsa? Vüsal. Hə. Bu maşınla bağlı nə xatirələrim var? Balaca 09-la. uşağı idi. Can. Ən böyük arzumuz ki, mənim ömrümdə bir dənə 09 olsa, ömrümün axırına qədər onu sürərəm. Ancaq yox, o deyil. Arzular ölənə qədər yaşayır. Düz deyirsən, razıyam mən də Samolyotun da səndən. olsa, Yuri Gagarin getdiyi raketlə əlləşəsən. Bax da. Bax, Şair yəni başlayıb sinədən gəlir hamısı dostlar. Bax dostlar, Əsas odur gəl yaxın maşın çəkək. çox münasib qiymətə qoyulub. Kimə maraqlıdırsa, Yəni dostlar, biz ciddi orası burası göstərmirik. Yekun. Yekun qiymət deyim, 2400.
400. 400, 300. 2300. 2300. Bilirəm siz də operatorluq eləyirsiniz, amma da nə isə də 2300 manat bunun uzaqdan olduqca eləməyin, qiymətli. gəlin Buraxılış idi 89. Hə. İlinə baxmayın. Bu maşına gəlin 2300 verin aparın. Kartof soğan daşıyın. kartof soğan. Nə Bəlkə var? kişinin ürəyindən keçdi, getdi, yəni İsmaildə bir qoyun quzu vurdu, gətirdi. Yavaş-yavaş alverə başladı. Necə olacaq? Hə, Allah qəşəng. Olmaz. Niyə olmur ki? 0.90 sən heyvansın. Sən də o sıfır olacaq. Mənə bax, bu Rusum bazarı bilirsən də başında oyunlar açırıq biz millət olaraq. Ona görə hər şey ola 09-un bilər. vaxtları olub, Hər şey ola 99-un 09-u. bilər. Həqiqətən bir düş maşınları qabaq çəkəndi. Əlaqə Qarda, deyək. qışda belə batmaq sürüşmə Əlaqə, söhbəti yoxdur. əlaqə. Əlaqə nömrəsi. 055 Necə sən öyle? 487 Bu 09-a biraz ver, kimlə bilirsən? 88 32 Hüsam, Aya, Allaha and ola dedim bu 09-a neçə verərsən dedi 2300. Aya, Ay, səlis tamam. alverçilərdir bunlar. öyrəniblər. Gəlin, gəlin. 055, 050, 055, Maşını göstər. eyni. Maşını. 055, 487, 487, 88, 32. 88, 32. Qonşumuzda bir dənə uşaq var idi. Qaqa, bəlkə sən olursun. Hə, Gəl, Yan durun. Biz kameramanlarımızla bax belə söhbət. Qonşumuzda bir dənə uşaq var idi. Skuteri var idi. Vulkan mafır yoxdur. Skuteri reklam elədim, satdım. Niyə satmıram qardaş? Mənim səhifəm alqı-satqı səhifəsi. Öpürəm, var olun. Allah bazar versin. Vazlar yenə də efirdədir, amma mən sizə bugün Gəncədən gələn Hyundai i30-u təklif edəcəm. Cavanlar artıq sıxıldılar, bezdilər, yenilik eləmək istəyirlər. Görək nədir məsələ, nədir məsələ? Necəsiz? Hardan gəlmisiniz? Gəncədən. Gəncəlilər. Nə qədər sayırlar satmırsınız? Sayan yoxdur. Niyə? Maraqlanırlar, gedirlər. Çoxsu alverçidir. Yaxın Bazarı maşın. saxlayan da alverçilər də belə danışar da. yoxdur. Həvəskar Həvəskar yoxdur. yoxdur. Bax bu qədər xərc qoydunuz diski, təkərlə. Nədir bu? Sata da bilmirsiniz. Marağa. Maraq, həvəs. Neçənci ildir qeyd eləyək? 2009. 1.4 Nələr benzin. əlavələr olunub? Disk təkərdən başqa Ulduz görük tavan tavan, yığılıb. ambiyans, aparatura. Ümumi nə qədər xərc qoymusunuz maşına? 3000. 3000-3500 civarında belə maşın Əlavə qiymətinə əlavə. 3500 qoydum. Yekun nə düşünürsünüz? 13.8 deyirəm, indi real alıcıdan razılaşmaq olar. Barter təklifiniz var. Baxır təklifə. Baxır maşına da. Misal üçün qəşəng bir elantra qışqıra-qışqıra gəlsə ki, Gəlsə, gəl götür apar sür. Razılaşarıq. Hə, odur ki, dostlar, baxın diqqətlə qalın. Belə gözəl disklərlə hissələndə göstərim ümumi necə görsənir. Çörəkli maşın, əhbəyli maşın gibi bazara. Baxın da, baxın. Adın necə ol sənin? Nicat. Nicat. İndi bu maşın hansı birivizindir? Mənim Sənindir. Neçə yaşın var? 23. Gəncədə ümumi vəziyyət necədir? Gəncədə vazdır. Vazadır tələbat. Bazarda. Keçin, keçin siz. Maşın keçin. Söhbətimizə davam eləyək. Keçin, keçin. Bax, bu da bizim Sumqayıt maşın bazarımız. Hər həftənin bazar günü istədiyiniz, axtardığınız hər hansı bir maşın varsa buyurun gəlin. Bazarda satın, alın. Yəni bilin, gəlin kababdan yeyin için. Çıxın gedin Gəncəyə. Tövk kebabından. Kasıbın olanından. Ona da. Hə. Sür, sür, sür qardaş, sür. Çox dayanma. Nə düşünürsünüz? Yekun olaraq bir qiymət deyin. Alıcı eşitsin, ürəklənsin, gəlsin. Gəncəyə gələcəkdə alıcı. Yox, Bakıya gəlsin, Bakıdayıq. Bakıda olacaqsan, bir neçə gün Bakıda olacaqsın. Böyle buralıqdayıq. Hə, bəs deyin də, deyin. Nömrəni qeyd edin. Yəni zəng Hə. üstündə problem yox. Bizi də o yandan çəkirlər. Gəl sən operator götürəcəm özümə. Gəl görək, gəl. Gəl, qaçma, qaçma. İşləyirlər də sağ olsun, arar işləyirlər. Mən burada durdum, bütün probka yarandı. Yox, sizlik Yəni, bağışlayın. Güzgüləri də qatlanamayıb keçirlər. Bax belə dostlar. Deməli, barteridə gedirsiniz. Gedirik ha. Neçənci ilin misal üçün elantrası olsun? 18-19 Elentrası. Bu iqruşka deyil. Düz sırt danış. 18-19 ili sport. 18-19. sport Kimin var. varlıqsa bax belə sürətlər qutsu mexanikadır. Mexanika.
açarlar, sürüş həvəskarları üçün Elektra sport mexanika da olsa, Mexanika da olsa. onunla da barterə gedək. Bugün nədənsə çox maraqlı, belə münasib qiyməti olan maşınlar qarşıma çıxıb. Bunu mütləq izləyicilərimiz dəyərləndirəcəksiniz. 7-8 aydır sürdüyü avtomobilini bugün gətirib atdı Bakı-Badamda maşın bazarına. Səbəb isə bu maşını tez bir zamanda satıb sıxıntıdan çıxmaq və ölkədən getmək istəyir sahib əzim. Bu nə deməkdir? Bu millətimiz hara gedir, niyə gedir deyirəm, amma deyəcəksə pul qazanmağa gedir də. Əlbəttə ki, burada pul qazanmaq olmur, çıxır gedir, ölkəni tərk eləyir. Bu maşının sahibi çıxır gedir. Chevrolet Malibu açarsız daxil olmayla belə qırmızı dəri oturacaqlardır. Sürətlər qutusu avtomatdır, kondisioner, multisükan, lüku yoxdur maşının. Qiymət də çox münasib deyir bazara baxanda sahibi. Hansı çətinlikləri var bugün alıcıya biz məlumat verək. Heç bir çətinliyi yoxdur maşının. Sonuncu işlər nə olub avtomobildə qeyd eləyək? Sonunda işlər disk təkər alt qoymuşam üstünə. Ay, sağ ol. Stoplarını dəyişmişəm. Kişi kimi denən neçə ay qabaq yəni bu diski təkəri qoydurdun? Satana yaxın qoydurdun, yoxsa necə elə alandan sonra oldu? Bu alandan sonra qoymuşam. Yəni dəyişikliklər eləmisən də, Bəli. bu vəziyyətdə olmayıb da diski Deyil, təkər. deyil. Yəni qulluq görülüb, yəni sonradan maşın sürülə-sürülə üzərində hansı nömrələrdən olacaq inşallah? Bakıdır yoxsa necə? Bakıdır, Rayondur. Zerkanlidir. Ümumidir, Zerkanli, Hə. nömrəni verirsən? Hə, verirəm üstündə. Hə, nömrə üzərində pay gedir dostlar. Bu Chevrolet Malibunu alana nömrə üzərində pay gedir. Maşını göstər, operator zəhmət olmasa oturacaqlar. Elektron, sadəcə bu avtomobilin baxında, yəni lüku yoxdur. Video registrator var. Bəli, var. Var. Onu açıb Ambiyans işıqlar götürmürsən var, ki. xeyr, heç bir. Onu da götürmürsən, ona görə də diqqətli olun. Cavanlar istəyir maşını satmaq və ölkədən getmək. Görün necə bir hala gəlmişik ki, artıq yəni Azərbaycanda cavanlar ölkəni tərk etmək məcburiyyətindədirlər. Gəl yaxınlaş operator, bir dənə ön tərəfdən göstərək bunun lipini, nəyi var, nəyi yox, nə qədər əlavələrə xərc qoymuşsunuz alandan sonra. 3000-dən çox da pul qoymuşam maşına. 99.044-dən nömrə verəcəm üstünə. Siz Allah 3000 manat indi deyək diski təkər eləməyəcək ki. Nə eləmisiniz? Salonu dəyişmişəm, ambiyans işıqlar qoymuşam, ayaqaltı işıqlar Səni qoymuşam. verənə şükür mən öldüm. Daha sonra yarasa güzgü. Yarasa güzgülər var, Bəs bu ev ayaqaltılar xırdallıqları var. deyin. Ayaqaltılar bilirsiniz də, yəni bu ev ayaqaltılar çox belə gözəl maşına yaraşan bir şeydir. Amma diski təkər həqiqətən də çiçək kimidir ha. İnşallah yaxın zamanda bunun alıcısı olacaq. Maşının qiyməti 19.000 manatdır. Bəli. Necədir? Yazın şərhlərdə, bəyəndinizsə yazın. 1.5 turbo mühərriklə Chevrolet Malibu birbaşa sahibindən təklif olunur. Əgər bəyəndinizsə mütləq müraciət elə. Bugün nədənsə elə qarşıma nəsə qırmızı maşın, sonra salonu qırmızı olan maşınlar qabağıma çıxır. Hə dostlar, baxın. Bu da mənim sizə təklif etdiyim Chevrolet Malibu. Bəyəndinizsə mütləq şərhlərdə yaz. Əsas o da qiymət. Qiymət də ki superdir. Gəl maşını canlı bax. Ondan sonra bilmirəm endirim olacaq ya yox. Olacaq, olacaq. Real Hətta alıcı endirim də endirim var. davam eləyir. Bax belə. Kim bəyəndisə müraciət eləsin. Hər həftənin bazar günü kim avtomobilini satmaq istəyirsə buyursun gəlsin Sumqayıta. Nömrə 1 avtomobil bazarı Sumqayıt.